Salam, hər vaxtınız xeyir əziz kanal izləyiciləri. Bugündən artıq kanalımızda məntiq dərslərinin izahlı videoları paylaşılacaq və xatırlatma etmək istəyirəm ki, 25 noyabrdan sıfırdan məntiq dərslərinə başlayırıq. Siz də vaxt itirmədən aşağıdakı nömrə ilə əlaqə saxlayaraq qruplarımıza qoşula bilərsiniz. Həftədə 2 dəfə 90 dəqiqə olmaqla məntiq dərsləri keçiriləcək. Qrupda çox uşaq olmayacaq, maksimum 6 nəfər olacaq. Hər bir uşağa fərdi yanaşılır. Əlavə vəsaitlərdən dərs izah olunduqdan sonra əlavə vəsaitlərdən məntiq testləri işləniləcək. Bununla yanaşı həftəlik və aylıq sınaqlar təşkil olunacaq ki, bu sınaqların nəticələri də valideynlərə göndəriləcək. Yerlər məhdud saydadır. Çalışın 20 noyabra qədər qeydiyyatdan keçin ki, 25 noyabra qədər yerlər dolduqdan sonra artıq qrupa əlavə uşaq götürülməyəcək. İndi isə keçirək mövzumuzun izahına. Burada toplama şifrəli əməllər mövzusudur. Baxırıq. Topun yerinə biz ədəd qoymalıyıq. Neçənin üstə 3 gəlsək 9 eləyər. Əlbəttə ki, 6-nın üstə 3 gəlsək 9 edər. Deməli, topun qiyməti 6 olacaq. 7-dən neçəsini çıxsaq 5 eləyər. 7-dən 2-sini çıxsaq 5 eləyər. Deməli, tısbağa neçədir? 2, 2. Toplayırıq, edir 4. Daha sonra 3-ün üstə 6 gəldik 9, 4-ün üstə 2 gəldik 6 və 9-un da üstə 6 gələndə edəcək 15. 4-ün üstə 5 gəldik 9, 5-in üstə 1 gəldik 6 və 25-dən də ikisini çıxanda qalacaq 23. 7-dən 3-ün çıxdıq 4, 9-dan 8-in çıxdıq 1. Konfet 9-a bərabər oldu. 8-dən 2-sini çıxdıq 6, 3-dən 2-sini çıxdıq 1. Deməli, 3 üstə gəl 3, 3 bucağımız 3 oldu. Cavab 6. 7-dən 5 çıxdıq 2 və zebranın yerinə biz 4 yazmalıyıq ki, 4-dən 1-ni çıxanda 3 qalsın. Burada da 28-dən 4-ünü çıxsaq cavab qalacaq 24. Keçirik. Ananasın yerinə indi rəqəm yazmalıyıq. 4-ün üstə 2 gəlsək 6 eləyər. Burada da ananasın yerinə yenə 4 yazırıq. Cavab eləyəcək 11. Keçirik növbəti səhifəyə. 1-in üstə 8 gəldik 9 və bu oyuncağın da yerinə biz yazmalıyıq 3. Deməli, 3-dən də 2-sini çıxırıq. Cavab qalır 1. 8-dən 5 çıxdıq 3. Daha doğrusu, üzr istəyirəm, üstə gəlmədi. 8-in üstə 5 gəldik, eləyəcək 13. 13-ün də üstə 21 gələndə eləyəcək 4, 3, 34. Sonra 3-ün üstə 4 gəlsək eləyəcək 7. 1-in də özü, yəni 13-ün üstə 4 gələndə 7 eləyir. 24-ün üstə 23 gəlirik, eləyəcək 47. Sonra 2-nin üstə 6 gəlirik 8. Burada da 23-ün üstə 12 gələndə eləyəcək 5. Bu da 3. 35. Yəni B variantı etmiş olacaq. 8-dən 5 çıxırıq 3. 4-dən 2 çıxırıq 2. Deməli, olacaq 23. Ədəd 23-ə bərabər oldu. 2 üstə 3 gəldik 5. Daha sonra 7-nin üstə də 1 gəlirik 8. Və 7-yə bərabər oldu. 3-ün üstə, daha doğrusu 2-nin üstə 3 gəlirik 5. Fil 2-yə bərabər olmuş oldu. 3, 5. Cavabımız 53 olacaq. Keçirik növbəti. Burada deməli, 1-in üstə 3 gəlsək 4. Bu 1-dirsə, avtomatik bu da 1 olacaq və 1-in də üstə 2 gələndə 3. Deməli, 1, bu da 2. 21-in üstə 22 gələcək, eləyəcək 3, bu da 4, 43. Sonra 8-in üstə 7 gəlsək 15 eləyər. Dovşan oldu 7. Yazırıq dovşan. 18-dən də 6-sını çıxanda 12 qalır. 7 ilə 6-nı toplayırıq, eləyir cavab 13. Sonra 2-nin üstə 6 gələndə 8 eləyir. 5-dən 3-ünü çıxsaq 2 qalar. A-nın yerinə də 6 yazırıq. 8-dən də 6-sını çıxanda 2 qalır. C 2, B isə 3. Toplayanda eləyəcək 5. 2-nin üstə 5 gəldik 7. İlbiz 7 oldu. 4-ün üstə də 2 gələndə 6 eləyir. Deməli, 6, daha doğrusu İlbiz 7-dir. 7 çıxılsın 6 eləyəcək 1. Keçirik
digər tapşırığa. Deməli, burada dovşanın yerinə biz yazacağıq 3. 3-ün üstə 4 gəldik 7. 2-dən 1-ni çıxdıq 1. 4-dən 3-ünü çıxdıq 1. Dovşan olacaq 3. Yazırıq bura 3. Və bu da 1 olmuş olacaq. Gəlin bunu biraz tüntürə ilə yazaq. Bu olacaq 3. Bu da olacaq 1. 3-ün üstə 1 gəldim 4. 3-ün üstə 4 gəldim 7. Cavabımız 74. Sonra 2-nin üstə 4 gəlsək 6 eləyər. Deməli, panda oldu 4. Burada olacaq 4. Pandanın yerinə yazırıq 4. 34-ün üstə 14 gəlirik eləyəcək 48. Daha sonra yazırıq. Deməli, eynidir. İkisi də eyni olduğuna görə eyni 2 ədədi toplayanda 6 eləməlidir. 3 üstə gəl 3 eləyəcək 6. Daha sonra təyyarənin yerinə yazmalıyıq ki, 2-nin üstə 6 gələndə 8. Deməli 3 çıxılsın 2 bərabərdir 1-ə. Sonra burada bayquşun yerinə biz yazmalıyıq 7. 7-dən 6-sını çıxanda 1, 4-dən 1-ni çıxanda isə 3 qalır. Qurbağanın yerinə yazırıq 3. 15-in üstə 3 gələndə eləyəcək 18. Panda oldu 8. Çıxırıq bayquş 7 və üstə gəlirik qurbağa 3. 8-dən 7 çıxdıq 1. 1-in də üstə 3 gələndə 4 etmiş oldu. Növbəti səhifəyə baxırıq indi. Burada 2 eyni ədədi baxın toplayıb 8 olub. 2 eyni ədəd 4, 4'dür. Deməli, burada olacaq 4. Daha sonra 4-ün üstə 5 gəlsək eləyər 9. Deməli, uşaq nə olacaq? 9. Bu da 4. 4, bu da 5. Ədədimiz oldu 45. Sonra 8-dən 5-ini çıxsaq 3 qalar. Maşın deməli 8-dir. 1-in üstə 8 gəldim 9. 4-ün üstə 2 gəldim 6. Cavabımız 69. 3-ün üstə 5 gəldim 8. 2-nin üstə 5 gəldim 7. Deməli 7 çıxılsın 5 eləyəcək 2. İndi gəmiyə baxırıq qayığa. Burada olacaq deməli 7. 7-nin üstə 2 gəldik 9. Deməli qayıq 7 oldu. Yazırıq. 7-dən 7 0, 7-dən 3 4 40 qaldı cavabımız. Sonra digərinə baxırıq ki, burada olacaq 6. 6-nın üstə 2 gəldik 8, 7-nin üstə 2 gəldik 9. Bu olacaq 6, bu olacaq 7. Çıxdıq qaldı 6 3 36. Sonra 2-dən nə çıxsaq 0 qalar. 2-dən 2 çıxsaq 0. Deməli, alma 2-dir. Sonra 7-dən 4-ünü çıxsaq 3 qalar. Deməli, armud 7-dir. 2 ilə 7-ni toplayırıq, eləyir 9. Sonra 2 dənə ayıcıqdır, görürsünüz, eynidir. 2 eyni ədədi toplayıb eləməlidir 16. 8 üstə gəl 8. Deməli, ayıcıq oldu 8. Daha sonra 8-dən 4 çıxsaq 4 qalar. Deməli, burada avtomatik 4'dür. Çünki eyni fiqurdur. Olacaq ayıcıq 8, top da 4. 84. Keçirik növbəti səhifəyə. Deməli, zınqrovlara baxırıq ki, 6-nın üstə 2 gəlsək 8, 6-nın üstə 3 gəlsək 9. Deməli, bu 6'dır. Daha sonra 6-nın üstə 1, bu da 6'dır. 1 gələndə eləyəcək 7. Deməli, yer kürəsi də olacaq 1. 6 çıxılsın 1 bərabərdir 5. Sonra 2-nin üstə 6 gəlsək 8. 3-ün üstə 2 gəlsək 5. 7-dən 3-ünü çıxırıq. Mavi gül 3'dür. Qalacaq 4. Qırmızı gül 4 oldu. Sarı gül 6 çıxılsın. Qırmızı gül 4. Üstə gəlinsin. Mavi gül eləyəcək 3. 6-dan 4-ünü çıxdıq 2. 2-nin üstə 3 gəldik 5. Daha sonra baxın, eyni kitablardır. Toplayırıq, eləyir 4. Eyni ədədi qoymalıyıq. Deməli, avtomatik burada 2'dir. Sonra, baxın, 2 dənə eyni karandaşdır. 2 eyni ədədi toplamalıyıq, 12 eləməlidir. Karandaş 6, kitab da 2. Eləyəcək 4. 2 eyni banandır. Toplayırıq 9, 9, 18. Banan oldu 9. 4-ün üstə 3 gələndə 13. 4-ün üstə 9 gələndə 13 eləyir. Banan 9 idi. 9-un üstə deməli
Biz nə gəlsək 15 eləyər? 6. Deməli, baklava formasında olan 6'dır və digəri də 4 olacaq. 6'dan 4 çıxdıq, qaldı 2. Növbəti. Aha, 3-ün üstə 5 gələndə 8 edir. Çələk 5 oldu. 8-dən 6'sını çıxanda 2 qalır. Deməli, biz sonra tapmalıyıq nəyi? Armud 6 olacaq. Almanı tapmalıyıq. 9'dan da 6'sını çıxsaq, eləyəcək 3. Deməli, çələk 5, armud 6, alma da 9. 5'in üstü 6 gəldim. 11, 11'in üstü 9 gəldik. 20 etmiş olacaq. Sonra baxırıq bura. Burada deməli, nə eləyəcəyik? Baxın, 5'in üstə 2 gələndə eləyir 7. Deməli, A hərfi 5'dir. Sonra 3'ün üstə 5 gələndə 8 eləyir. Deməli, B də 3'dür. Biz tapmalıyıq C-ni. Gəlin C-ni tapmaq üçün neçədən 2'sini çıxanda 6 qalar. 8'dən 2'sini çıxsaq 6 qalacaq. 7'dən də 5'i çıxırıq, 2 qalır. Deməli, A 5, B 3, C də 8 oldu. 5'in üstə 3 gəldi. 8, 8 üstə gəl 8, 16. Keçirik növbətisə. 2 dənə pandadır. Eyni ədədlərdir. Deməli, 2 üstə gəl 2, 4. 6'nın da üstə 2 gələndə 8 eləyir. Daha sonra 7'dən 6'sını çıxanda 1 qalır. Deməli, bu 7, üstə gəl 6, üstə gəl pandada 2 olacaq. 13, 13'ün də üstə 2 gələndə 15. Sonra 4'ün üstə 2 gəldik 6. Bu 2'dir. 2'nin üstə 2 gəldik 4. Daha sonra biz baxırıq nəyə? Digərində bir dənə şəftəlidir, bir dənə də gilasdır və gilasla şəftəlini toplayıb 12 eləyibdir. İndi biz onları tapacağıq ki, görək o nəyə bərabərdir. 2 dənə fərqli ədəddir. Toplayanda 12 etməlidir. Diqqətlə baxırıq ki, bura hansı ədədləri yaza bilərik. Baxın uşaqlar. Burada görürsünüz. Buraya yazırıq 4, buraya yazırıq 8. Deməli, 4'ün üstə 8 gələndə 12 eləyir. Sonra biz baxırıq ki, şəftəli 4'dür. Daha sonra bu meyvə gavalıdır deyəsən, tünd rəngdədir, tam seçilmir. 2'dir və gilas da 8'dir. Olacaq toplayanda bunları 4'ün üstə 2 gəldi 6, 6'nın üstə də 8 gələndə 14 etmiş olacaq. Aha, keçirik indi növbətiyə. Növbəti səhifəyə baxırıq. Baxırıq indi bura. Deməli, 3 dənə eyni banandır. 2 dənə eyni bananı toplayıblar, nə eləyib? 12. Deməli, banan 6 olacaq. 6, 6. Sonra 6'nın üstə 7 gələndə 13. 6'nın üstə 5 gəlsək, burada görünmür deyəsən. 5 gəlsək 11. Gəlin buradan yazaq. 6'nın üstə 5 gəlsək 11. Deməli, banan oldu 6, üzüm oldu 7 və bu da deyəsən şəftəlidir. Şəftəli də oldu 5. 6, 7, 5. Deyib bu. Bu testdə kim nəsə başa düşməsə bir daha izah eləyirəm ki, baxın. Zaten şaftalı ilə gilası toplayanda cəmi 12 eləyir. Yəni siz bura 9 ilə 3 də yazsanız yenə cəmi 12 eləyəcək. 7 ilə 5 də yazsanız yenə 12 eləyəcək. Yəni istənilən ədədi ora yaza bilərsiniz. Çünki burada baxın, şaftalı ilə gilas 12 eləyəcək. Və üstünə də bu gavalını gələndə artıq ədəd dəyişəcək. Yəni istər-istəməz bura istədiyiniz ədədi qoya bilərsiniz. Kimlərsə başa düşməyibsə, yenidən izah etməyi özümə borc bildim.
Aha, keçirik daha sonra. 5-in üstü 2 gəlirik 7, 3-ün üstü 3 gəlirik 6. Deməli, dondurmalar 3, top da 5. Toplayırıq 8, 6, 68, 70 olacaq. Sonra 5-dən 3-ünü çıxdıq 2, 8-dən də 1-ni çıxdıq 7. Sarı konfet 8, qırmızı konfet 5. 9, 7, 79. Sonra 7-dən 4-ünü çıxırıq 3, 5-dən 3-ünü çıxırıq 2. Mavi gül 5, sarı gül 4. Eləyəcək 7, 7, 77. Keçirik növbəti. 3-ün üstə deməli 2 gəlsə 5 eləyər. Gəlirik burada 2-mizi yazırıq. 5, bu da 6, 65. Növbəti. Baxırıq bura. 3 bucaqlar var. Eyni 3 bucaqlardır. Deməli, uşaqlar baxın, burada 4-dür. Avtomatik deməli burada 4 düşəcək. O zaman biz bura nə yazırıq? 3 bucaq 4 olacaq. Neçədən 4-ünü çıxsaq 3 qalar. 7-dən əlbəttə ki. Deməli, dairə 7, 3 bucaq 4. Bu da eləyəcək 9, 9. Sonra baxırıq indi buna. Bura olacaq 3. Bura da olacaq 3. Bu da olacaq 4. Deməli, bu 4, 4. Baxın, 3 gəlib aşağı düşür. Deməli, bu şirniyyat 3-dür. Sonra 4-dən 3-ünü çıxdıq 1. 4-dən də 2-sini çıxanda 2. Deməli, bu olacaq 2. Bu da 8, bu da 6. Belə əziz kanal izləyiciləri, bugünlük bu qədər. Zəhmət olmasa yeni məntiq dərslərinə izahlı videoları ilk xəbərdar siz olmaq istəyirsinizsə, həm kanala abunə olun, həm də əziyyətin qarşılığı olaraq videonu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.